Məncə, şeytan artıq yavaş-yavaş təqaüd sənədlərini hazırlamalıdır. Çünki bəzi sosial şəbəkə kanallarının və səhifələrinin adminləri insanlar arasında nifaq salmaqla onun işini tək başına görürlər. Əslində bu o qədər də çətin deyil. Bir ailə sadəcə pəncərənin açıq və ya qapalı olması üstündə dağılma xəttinə gələ bilirsə, milyonlarla insanın arasında da hamını bir-birinə düşmən edəcək bir çat tapmaq mümkündür. Dünən bir futbol komandası üstündə mübahisə edirdik, bugün telefon markası üstündə dalaşırıq. Sabah isə bəlkə də bir çörək növünə görə bir-birimizə girəcəyik. Bəlkə soruşacaqsınız, bəs şeytanın digər vəsvəsələri necə olacaq? Arxayın olun, insan bəzən elə işlər görür ki, şeytan belə onları boynuna almaq istəmir. Elə buna görə də Allah Maidə surəsinin 91-ci ayəsində şeytanın ən əsas hiyləsini bizə xəbər verir. İnnəmə yuriduş-şeytanu ən yuqiya beynəkumul adavətə vəl-bəğda. Şeytan yalnız aranıza düşmənçilik və kin-küdrət salmaq istəyir. Yəni, ey insanlar, şeytanın sözünə bu qədər aldanmayın. Bir-birinizə boş yerə sataşmayın. Çörək növbəsində əsəblərinizə hakim olun. Sosial şəbəkədə qarşınıza çıxan bir rəyə görə kiməsə söyüş yazmayın. Küçədə bəzən güzəştə gedin. Bəlkə də xoşunuza gəldi. Unutmayın, birlik olduqda ən güclü təzyiqlərin qarşısında belə dayanmaq mümkündür və birlik olmadıqda isə zəiflik qaçılmaz olur.